Kozmura batır, ha bu xiyadır, ha bu acı baldır, ha bu satsebeladır, ha bu acı katır. Ama bunlardan almıştım. Bu neynədir? Harmandır, Ha? zoğaldır, hardır. Zoğal değil, aluçadır o, kırmızı aluça oluyor. Bəs bu neynədir? Bu istiotlandır, bu acı katır. Bu damak kimiktir, satsebeladır. Okey. Bəs bu nədir? Sizde cizne kana değil ha, acı balığın adı ilik çıkar. Sarımsaqdır. Çesnok. Там чеснок. А тогда вот, я думаю, его возьму. Сколько стоит? 4 olur. Bir tane de gazet var mı? Gazet bunu. Gazet bizde çetin problem. Ek de valla gode tamam at koy ikine de. Marinera mermi. Saat Azərbaycanda başqa hardasa var. Bu sarı gözəlliyi hazırlamaq çox asandır. Şəkər tozunun üzərinə bir ədəd limonu rəndəliyirsiniz. Sonra bunu qəşəng qarışdırırsınız. 3 yumurta götürürsünüz. 2 yumurtanın sadəcə sarısını əlavə edib bunları birlikdə qarışdırırsınız. Üzərinə yarım limonu suyunu sıxırsınız. 1 çay qaşığı duz əlavə edirsiniz və üzərinə yağ əlavə edib qoyursunuz qazın üzərinə. O əriyib tam bitdikdən sonra süzgəcdən keçirib üzərini streçləyib qoyursunuz soyumağa. 1 limon qabıqlarını soyursunuz. Üzərinə şəkər tozu əlavə edib qoyursunuz qaynamağa. 1 yumurtanın ağı, şəkər tozu, vanil əlavə edib başlayırsınız mikserlə qarışdırmağa. Ta ki bu gördüyünüz formanı alana kimi. Başda hazırladığınız qarışımın yarısını əlavə edirsiniz. Üzərinə qaymaq əlavə edib yaxşıca qarışdırırsınız. Bayaq hazırladığımız limon qabıqlı şirin suya batırılmış biskvitləri düzürük. Üzərinə krem əlavə edirik. Sonra üzərinə yenidən biskvitləri əlavə edib yenidən krem əlavə edirik və bu ən başda hazırladığımız qarışımı üzərinə gəzdiririk. Limonla, nanə ilə, reyhanla və ya heyva gülü ilə bəzək verib qoyursunuz bunu soyuducuya. Bir neçə saat qalması kifayət edir. Çox yüngül, çox ləzzətli, özünə məxsus bir tamı olan şirniyyat əmələ gəlir. Hazırlanması çox asandır. Əgər yadınızdan çıxmanı istəmirsinizsə save edin. Nuş olsun. Orijinalını pambıq yağı ilə bişirirlər, amma biz elə bişirməyəcəyik. Bunun üçün günə baxan yağını əlavə edirsiniz qazana. Üstünə 4-5 tikə qəşəng quyruq yağı var. Bu yağını buraxandan sonra quyruğu oradan götürürük, sonra ət əlavə edirik, qəşəng sümüksüz əti. Ət bir 5-6 dəqiqə qızarır, götürür. Sonra soğan əlavə edirik, dalınca markof əlavə edirik, dalınca biraz bişəndən sonra əti. Bunlar birlikdə bişirlər, biraz bişəndən sonra suyu əlavə edirik, dalınca bol-bol ədviyyatı vururuq, ədviyyatları yazacağım. Sonra suda ısladılmış düyünü əlavə edirik, içində 3-4 diş sarımsaq. Dişdə belə baş, xırdalar olsa 2 dənə, böyüklər olsa 1 dənə bəs eləyər. Belə qəşəng bişir, bunun harca 1 saat, yarım 2 saat vaxtınız gedir. Çox ləzzətli olur, yanında kələm xiyar tutmasına Allah ləzzətli olur. Özdə bütün gün oruç tutub axşama kimi ac qalıbsınızsa buna yaxşı yox. Çox ləzzətli alınır. Özüm bişirmişəm deyə demirəm, amma həqiqi çox ləzzətli. Siz sadəcə səslərə qulaq asın. Gələn səslərə görə üzr istəyirəm, amma həqiqi çox ləzzətli alınmışdı. Quyruq yağı xüsusi bir dad vermişdi buna. Bişirməyə çox qəşəngdir. Seyvelin lazım olar. Gördüm çöldə qar yağı, tez qaçdım içəri. Quru əti götürdüm, xırda-xırda tikələri böldüm. Piyini ayrıca xırdaladım, qoydum bir kənara. 1 stəkan suyun içində duzu əlavə elədim, onu hissəcə əlavə edib başladım qarışdırmağa. Yumşaq bir dənə xəmir yoğurdum. Çox da qalını açmadım və normal orta qalınlıqda. Başladım bıçaqla belə zolaq-zolaq kəsməyə.
Kəsəndən sonra belə yumulub qoy yığdım bir kənara. Sonra başladım onları götürüb xırda-xırda doğramağa. Nər zərləri boyda. Sonra barmağımın ucu ilə belə xırda-xırda eşitdim hamısını səbirlə. Götürdüm lobyanı, qoydum qaynamağa, su doldurub. Sonra təzədən bunu süzdüm. Soğanı əlavə elədim, bayaqki piyləri biraz qarışdıran sonra quru əti əlavə elədim, biraz qarışdıran sonra biraz da tomat zövqə görə. Sonra üstünə bol-bol suyu töküb, üstünə lobya əlavə edib qoydum qaynamağa. Qaynayandan sonra götürüb bu xəmirləri əlavə elədim bura. Baxıram arada yoxlayıram, bişəndən sonra qəşəng sumaq, biber, duz, istiyor da nə istəsə əlavə, sarımsaq, soğan hamısı ilə gedir. Yanında turşu xiyarla da ürəyiniz nə istəyir, bunu yemək olur. Əsl soyuq hamam aldı. Nuş olsun. Bax sənə bunlardan nə bişirəcəm. 2 dənə böyük biskvitdən kimə ikram eləsəz, dərhal reseptini istəyəcəklər, yorulacaqsınız, nəzərə alarsınız. 3 dənə qəşəng almağı götürüb doğrayırsınız. Səliqəli şəkildə qoyursunuz bir kənara. Un, süd, şəkər tozu əlavə edirsiniz, vanil, qabartma tozu da əlavə edirsiniz. 3 xörək qaşığı duru yağ əlavə edirsiniz. Üstünə də 3 dənə kənd yumurtası sındırırsınız, qəşəng şəkildə qarışdırırsınız. Bu tam qarışdıqdan sonra almanı əlavə edirsiniz. Almanı belə hər tərəfinə hopacaq şəkildə yaxşıca qarışdırırsınız. Sonra hansı ki bişirəcəyiniz qabın altına kağızı sərirsiniz ki, qabın içinə yapışmasın. Əvvəlcədən 180 dərəcə qızmış duxovkanın içinə qoyursunuz, 35-40 dəqiqə bişir. Adətən bunun əks tərəfini çevirib servis edirlər, amma üst tərəfi qızaranda çox daha dadlı olur. Mən ona görə belə elədim. Belə yedim, çox dadlı idi, ləzzətli idi, məsləhət görürəm. Nuş olsun hamınıza. Bu dəfə səfərimiz Aran zonasına idi. Bərdə, Yevlax, Tərtər o istiqamətə getdik. Yolsu Yevlaxda bir kebab yedik. Adi bir çayxana idi, kafe idi. Çox dadlı kebab verdi. Yəni Bakının istənilən restoranda kebabı döyərdi. Bir lülə verdilər. Dəhşət. Pambıq. Oradan getdik Bərdədə olan Prince restoranına. Çox adam tanıyır oralarda olan. Siz də ora getsəz mütləq gedin. Bir kebab verirlər. Dillərə dəstan. Pambıq kimi. Qəşəng təndir çörəyi gətirirlər. Balıqları hələ möhtəşəm. Hamısını yeyirsən, nuş yeyirsən, dadı həddindən artıq möhtəşəm, şot gəlir səni, necə deyirlər, o qədər təəccübləndirir ki, yekunda özün deyirsən, mən Bakıda, Zaqatalada, başqa yerdə yediyim yeməklər niyə bu qədər pul verirəm? En dadlı kebab ölkənin buradadır, 5 manatdır. Eyni ət, Bakıda 8 manatdır kebabı, Zaqatalada 8 manat, 7 manat. Niyə? Nə dadı yaxşı deyil, nə keyfiyyəti. Ən dadlı kebab, ən dadlı balıq, həqiqətən də Bərdə, Tərtər bu zonadadır. Buralara getsəz Bərdədə yemənə Prince restoranı tapın. Kimə sorsa sizə göstərər. Gedib orada nuş edin. Adisyon da buradadır. Nuş olsun. Sizə də maraqlı gəlir, yox bu nədir? Şəmkir pomidorun nazik-nazik doğrayıb çubuğun qazanı aşağısından bir qat düzürəm. Üzərinə ağcabədi quzusunun piyindən sonra da ətindən bir qat düzürəm. Üzərinə gədəbəy kartofu əlavə eləyirəm, duzluyuram, sonra yenidən pomidor əlavə eləyirəm, üzərinə yenidən ət əlavə eləyirəm, ağdaş alçası əlavə eləyirəm üzərinə, yenidən duzluyuram, üzərinə yekunda yaşıl soğan, şüyüd və keşnislə bağlayıram, üzərinə bu gördüyünüz mangal salatının suyundan tökürəm, adi suda tökə bilərsiniz. Gözün üstündə 2-3 saat gözləsəz, belə gözəl səslə qaynayacaq. Yekunda çox ləzzətli bir yemək alınır. Qaşığı belə üzərindən keçirəndə ət dağılıb gedir. Çox ləzzətli olur. Hazırlayacaqlara nuş olsun. Ləzzətli görünür. Gəlin hazırlayaq. Bunun üçün peçenyayı qəşəng blenderdən keçirirsiniz ya da oxluna döyüb xırdalayırsınız belə. 3 qaşıq un, 3 qaşıq nişasta, stəkan yarım şəkər tozu, pesokda deyirlər. Əlavə edib bunu yaxşı qarışdırırsınız. Üstünə bir dənə yumurtanın sarısını əlavə edirsiniz. Üstünə 1 litr süd. Yaxşı bunu qarışdırırsınız. Sonra qoyursunuz bunu qaza aşağı xodda. Durmadan qarışdırırsınız, yanından qırağa getməyin. Bu formaya gələndən sonra başqa bir dənə qaba keçirib üstünü streçləyin ki, bərkiməz. Sonra qaymağı əlavə edirsiniz, qarışdırırsınız bir dəfə. Təzədən bir dənə yağ əlavə edirsiniz, bir də vanil. Yəni çox soymuş olmasın, ha krem. Yaxşı qarışdırıb qoyursunuz qırağa. Meyvəni doğru çiyələk məsləhətlidir. Kivi də şirin olsa ləzzətli olar. Həmən bayaqki peçenya qabın altından belə bu formada əzməsəz də olar, eyb yox. Bu formada çiyələkləri, meyvəni belə deyək, kənarından qəşəng düzürsünüz. Kremi ortasından bol-bol əsirgəmədən doldurun. Özünüz yeyəsiniz onsuz da. Üstünə belə meyvə də əlavə edə bilərsiniz. Nə bilim, fındıq ləpəsi, qoz ləpəsi zövqünüzə görə əlavə edə bilərsiniz. İstənilən meyvədən hazırlaya bilərsiniz. Mən 3 formada hazırladım. Bananını hazırladım. Kividən də, çiyələkdən də. Ən xoşuma gələn çiyələklə banan oldu. Belə dadına baxırsınız, çox ləzzətli alınır. Bu arada 3-4 saat xaldinikdə gözlətməyi yaddan çıxartmayın. Mütləq orada qalmalıdır ki, canına çəksin o dadı hazır vəziyyətə gəlsin.
mütləq hazırlayın. Hazırsanız fikirlərinizi bölüşərsiniz. Nuş olsun hamınıza. Salam, bu dəfə mən getmişdim Zaqatala rayon Dardokaz kəndi ərazisində yerləşən Meşəli Ailə İstirahət Mərkəzinə. Rayon ərazisində balıq yeməyə yer axtarası olsanız, ilk ağlınıza gələcək yerlərdən biri buradır. Xoş seyirlər, nuş olsun. Rayonda ən yaxşı balıq verilən yer buradır. Balıqçılıq da pis deyil, amma bura oradan daha yaxşıdır. Nuş olsun. Buraya geldik Yoranba Rayonu Ağbəkən İstirahət mərkəzləri olan yerə. Buraya getik çayın kənarında yemək yedik. Mənzərəsi möhtəşəm. Sonunda cora paylanan dini məclis görmüşdünüz heç. Bu məclis Peyğəmbər sallallahu aleyhi və səlləmin dünyaya gəlişinin belə deyək, qeyd eləmək üçün, amma mən sevinci paylaşmaq üçün keçirilən bir dini məclisdir. Bunu biz tərəflərdə adətən eləyirlər. Xoş bir hadisələr olanda, deyək ki, oğlan əskərə gedəndə, əskərdən gələndə, təzə evə köçəndə, məclisin ortasına belə bir südlü şərbət paylayırlar ki, bunu mütləq içmək vacibdir. Məclis ərzində çoxlu dualar oxunur, çoxlu belə deyək, arzular, istəklər, Allahdan istəniləcəklərin yəqin ki bir limiti yoxdur. Bunlar istənilir, zikir çalınır ortada. Hamı da belə deyək, qoşulur həmən mollaya, onun belə deyək, ardınca həmən duaları oxunur. Ev sahibinin məclisi keçirdiyi üçün, hansı niyyətlə keçirirsə, o niyyətin qəbul olunması üçün çoxlu dualar edilir ki, inşallah qəbul olunsun. Məclis bitəndən sonra dərhal samvarlar pastayanla qaynayan vəziyyətdə hazır olur. Dərhal birinci udar çay verilir hamıya. Çaydan sonra bişən yeməklərdən ikram olunur. Adətən 3-4 növ yemək eləyirlər. Dolma, aş, belə soğuz eləyib təqdim eləyirlər. Çox da ola bilər, az da ola bilər. Bu formada hamı yeməyini yeyib qurtardıqdan sonra ümumi cəm halında dua edilir və belə cərgənlə gələn qonaqlar hamısı yola salınır. Allah qəbul eləsin. Eşitdiyiniz səslər elimizin adəti olan zikirdəndir. Zikirdə bütün kəndi cəmaatı çağırılır. Bunu adətən hər hansısa bir xoş bir hadisəni qeyd eləmək üçün eləyirlər. Böyük masalar açılır, masada yeməklər yeyilir. Yeməklər yeyib bitdikdən sonra cəm halında dua edilir. Duadan sonra ev sahibləri, kəndin ağsaqqalları birinci olmaq şərti ilə gələn qonaqları qapıda hamısını gəldiyi üçün təşəkkür edib yola salır. Və bütün bu yola salma prosesi bitdikdən sonra da bizə əlbəttə ki nə qalır? Bütün masaları yığışdırmaq. Allah qəbul eləsin.